Salam, 5-ci sinif Azərbaycan tarixindən 28-ci dərsimizə keçirək. Dərs 28. Müzəffər Ali Baş Komandan. Ulu öndər Heydər Əliyevin vəfatı ölkədə böyük üzüntü yaşatsa da, bir təsəlli var idi. Onun dövlətin gücləndirilməsi istiqamətində gördüyü işlər yarımçıq qalmayacaqdı. 2003-cü ildə İlham Əliyev prezident seçildi. Azərbaycan yeni minilliyə yeni liderlə daxil oldu. O, prezident seçilənə qədər dövlət işlərində böyük təcrübə qazanmışdı. 2 dəfə, yəni 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, ölkəmizin Avropa Şurasındakı nümayəndə heyətinə rəhbərlik etmişdi. Hələ Azərbaycan Dövlət Neft Şirkətinin, yəni SOCAR-ın vitse-prezidenti olarkən, xarici dövlətlərin şirkətləri ilə bağlanan neft müqavilələrinə böyük töhfələr vermişdi. Bilirsinizmi? İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır. İnstitutu bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə başlamış, aspirant müəllim olmuşdur. O, tarix elmləri üzrə fəlsəfə doktoru, peşəkar diplomat və siyasətçidir. İngilis, rus və türk dillərində sərbəst danışır. Prezident İlham Əliyevin qarşısında böyük vəzifələr dururdu. Dövlətin iqtisadi və hərbi gücünü daha da artırmaq, Qarabağ problemini həll etmək. Tezliklə ölkədə böyük quruculuq işlərinə təkan verildi. Yeni yollar çəkildi. Aparılan tikinti işləri nəticəsində şəhərlər, qəsəbə və kəndlər abadlaşdırıldı. Dövlət başçısı əhalinin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkədə hər il yeni iş yerləri açılır, əmək haqqları və təqaüdlər artırılır. Bütün bunlar əhalinin güzəranına müsbət təsir göstərir. Azərbaycan Respublikası hazırda bütün iqtisadi göstəricilər üzrə sürətlə inkişaf edən ölkələr sırasındadır. Xarici siyasətdə də Ulu öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Ölkənin beynəlxalq nüfuzu ilbəil artır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Xarici dövlətlərlə imzalanan müqavilələr nəticəsində ölkə qaz ixracatçısına çevrilmişdir. Avropanın bir sıra dövlətləri Azərbaycan qazının alıcısıdır. Xarici dövlətlərə Bakı, Tbilisi, Ceyhan kəməri ilə neft, Bakı, Tbilisi, Ərzurum kəməri ilə isə qaz ixrac olunur. Azərbaycan Şərq-Qərb əməkdaşlığının yaradılmasında mühüm rol oynayan dövlətdir. Çindən başlayıb Avropaya gedən mühüm tranzit yollarının bir hissəsi ölkəmizdən keçir. Yüklərin daşınmasını təmin etmək məqsədi ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilmişdir. Bütün bu addımlar Azərbaycanın həm beynəlxalq nüfuzunu artırır, həm də iqtisadi və siyasi vəziyyətini möhkəmləndirir. Azərbaycan hazırda Qafqazın lider dövlətidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ildə Şuşada keçirilən 7-ci Xarı Bülbül festivalındakı çıxışında xüsusi olaraq vurğulamışdır. Cənubi Qafqaza gələn hər bir dövlət bizimlə hesablaşmalıdır. Ölkəmiz heç bir hərbi təşkilata qoşulmur. Buna görə də Azərbaycan 2011-ci ildən qoşulmama hərəkatının üzvüdür. O, bir müddət bu təşkilata sədrlik etmişdir. Azərbaycan Respublikasının prezidenti təhsilə, idmana, yeni nəslin sağlam yetişməsinə xüsusi diqqət ayırır. Onun göstərişi ilə gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul edilmişdir. Ölkədə hər il yeni məktəblər inşa olunur, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilir. Əlamətdar hadisələrdən biri isə işğaldan azad edilmiş Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır. Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindəndir. Ölkənin bir çox yerlərində olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. Ordu quruculuğu. Prezident seçiləndən sonra İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət ayırdı. Ordunun gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının büdcəsindən böyük vəsait ayrıldı. Azərbaycan ordusu ən müasir silahlarla silahlandırıldı.
Hərbiçilərimiz xarici dövlətlərdə təhsil alır, təlimlərdə iştirak edirdilər. Bütün bunlar olduqca vacib idi. Çünki atəşkəsdən sonra başlanan sülh danışıqları uzanırdı. Sülh danışıqlarında vasitəçi olan dövlətlər isə təcavüzkar Ermənistana nəinki təzyiq göstərmir, əksinə Azərbaycanı güzəştlərə məcbur etmək istəyirdi. Azərbaycan prezidenti isə dəfələrlə xəbərdarlıq etmişdir ki, sülh danışıqları nəticə verməsə, torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Bu xəbərdarlıqdan nə vasitəçi ölkələr, nə də Ermənistan rəhbərliyi nəticə çıxardı. Onlar deyirdilər ki, Qarabağ məsələsinin hərbi yolla həll edilməsi mümkünsüzdür. Azərbaycan Respublikasının prezidenti və silahlı qüvvələrin ali baş komandanı İlham Əliyev isə bu fikirdə deyildi. Müzəffər Ali Baş Komandan Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribatları 2-ci Qarabağ müharibəsini zəruri etdi. Hərbi əməliyyatlar 2020-ci il sentyabrın 27-sində başlandı. Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində ordumuz cəbhədə düşmənə sarsıdıcı zərbələr endirdi və onu tamamilə darmadağın etdi. Vətən müharibəsində Ali Baş Komandan özünün bütün qüvvə və bacarığını düşmən üzərində qələbəyə sərf etdi. Böyük dövlətlərin təzyiqlərinə cəsarətlə sinə gərən Ali Baş Komandan Vətən müharibəsini tam qələbəyədək apardı. İnformasiya və diplomatiya cəbhəsində isə o özü silaha çevrilmişdi. Düşmənlərimizə və rəqiblərimizə sözün əsl mənasında diplomatiya dərsi verdi. O demək olar ki, hər gün dünyanın ən məşhur televiziya kanallarına, aparıcı informasiya orqanlarına müsahibə verdi. Azərbaycana yönələn bütün ittihamları boşa çıxardı, haqlı mövqeyimizi dünyaya cəsarətlə çatdırdı. Müzəffər Ali Baş Komandan son 200 ildə süni şəkildə yaradılan Qarabağ məsələsini kökündən həll etdi. Azərbaycanın əsl gücünü, xalqın birliyini və əzəmətini bütün dünyaya göstərdi. Bununla da adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Vətən müharibəsi dövründə xalq hər gün öz Ali Baş Komandanının qələbə müjdəli çıxışını səbirsizliklə gözləyirdi. Ölkə başçısının bir çox sözləri, o cümlədən Qarabağ Azərbaycandır kəlməsi dillər əzbəri idi. Şuşa azad ediləndə isə dediyi sözlər daha təsirli idi. Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Vətən müharibəsindən sonra bir çox dövlətlərin, xalqların Azərbaycana qarşı münasibəti kökündən dəyişdi. Hər bir Azərbaycan vətəndaşı öz sevimli prezidenti ilə qürur duyur, fəxr edir. Dövlət başçıları İlham Əliyev haqqında Serbiya prezidenti Aleksandr Vučić Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz və elektrik enerjisi təsisatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi siz Avropada çox məşhurlaşmışsınız. Mən sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O Avropada çox məşhurlaşıb. Bilmirəm o nə edib, amma bunun sirrini mən də bilmək istərdim. Macarıstanın baş naziri Viktor Orban Dostları qazanmaq o qədər də asan deyil. Macarlar üçün bu xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz Macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostlarımızı tapmalıyıq. Həmişə mükəmməl olan dostları qazanmaq asandır. Mən son 10 ildə cənab İlham Əliyevdən o qədər şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik, o isə daha mülayim siyasi baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm. Cənab Prezident, ötən 10 illiyə görə biz sizə həmişəlik minnətdarıq. 1-ci vitse-prezident Heydər Əliyev irsinin daha bir davamçısı Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevadır. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir.
Mehriban Əliyeva Heydər Əliyev Fonduna da rəhbərlik edir. Bu fond ağır xəstəliklərə düçar olan Azərbaycan vətəndaşlarının ümid yerinə çevrilmişdir. Onların xaricdə müalicəsi və sağalması üçün fond tərəfindən böyük vəsaitlər ayrılır. Mehriban Əliyeva həm də uzun müddət BMT-nin tərkibində olan UNESCO təşkilatının sülhməramlı səfiri olmuşdur. Bu təşkilat mədəniyyət abidələrinin mühafizəsi və qorunmasında mühüm rol oynayır. Bunu bilmək maraqlıdır. Qarabağ müharibəsindən sonra UNESCO-nun nümayəndələri dəvətə baxmayaraq, düşmən tərəfindən dağıdılmış abidələri gəlib görmək istəmədi. Buna etiraz olaraq Mehriban xanım Əliyeva sülhməramlı səfir səlahiyyətlərini dayandırdığını elan etdi. Bəli, indi isə keçirik suallara. 2003-cü il neçənci minillikdir? 2003-cü il 3-cü minilliyə aiddir. Birinci minillik 1-ci ildən 1000-ci ilə qədər davam edir. İkinci minillik 1001-2000-ci illəri əhatə edir. 2000-ci ildən sonraki illər isə 3-cü minilliyə daxildir. Haqqında məlumat aldığınız dövlət başçılarını hansı cəhətlər birləşdirir? Haqqında məlumat aldığımız dövlət başçılarını birləşdirən əsas cəhətlər onların vətənpərvər, uzaqgörən və xalqının mənafeyini düşünən rəhbərlər olmalarıdır. Onlar dövlətin güclənməsi, ərazilərin qorunması və xalqın rifahının yüksəlməsi üçün çalışmışlar. Həmçinin ədalətli qərarlar vermələri, ordunu möhkəmləndirmələri və ölkədə sabitliyi təmin etmələri bu dövlət başçılarını birləşdirən ümumi xüsusiyyətlərdir. Dövlətin nüfuzunun artırılmasında şəxsiyyətlər, dövlət başçıları hansı addımlar atmalıdır? Dövlətin nüfuzunun artırılması üçün şəxsiyyətlər və dövlət başçıları düzgün və düşünülmüş addımlar atmalıdırlar. Onlar ölkədə ədaləti və qanunları qorumalı, xalqın rifahını yaxşılaşdırmağa çalışmalıdırlar. Güclü ordu yaratmaq, ölkənin təhlükəsizliyini təmin etmək də dövlətin nüfuzunu artırır. Eyni zamanda elmə, təhsilə və mədəniyyətə diqqət yetirmək, digər dövlətlərlə dostluq və əməkdaşlıq münasibətləri qurmaq ölkənin beynəlxalq aləmdə tanınmasına kömək edir. Ali Baş Komandanın ordunu gücləndirməkdə məqsədi nə idi? Ali Baş Komandanın ordunu gücləndirməkdə məqsədi ölkənin təhlükəsizliyini təmin etmək, əraziləri qorumaq və dövlətin suverenliyini müdafiə etmək idi. Bununla o, həm də xalqın müdafiəsini gücləndirir, düşmən qarşısında hazırlıqlı və güclü bir ordu yaratmaq istəyirdi. Bəli, bu qədər. 29-cu dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.